早上好，欢迎收看我制作的视频。Salam əziz izləyicilər. Bugün 4-cü dərslərimizə davam edirik. Bugünkü dərsə keçən dərsdə sonda öyrəndiyimiz cümlə ilə başlamaq istəyirəm. Bu cümlə belə idi. 我早上8点起床。我早上8点起床。Burada bir sözləri sözbəsöz öyrəndik və burada bir söz asılamaq istəyirəm. Zavşan. Zavşan feili burada səhər mənasını bildik. Və indi bu dərsi gün ərzində saatların necə deyiləcəyini öyrənək. Yəni, birinci zavşan səhər. Daha sonra zavşan çinlilər gün çıxandan saat 9-a kimi, yəni səhər saat 9-a kimi zavşan deyilir. Daha sonra saat 9-dan 12-yə kimi çinlilər şangwu deyirlər. Sonra 12-dən 14-ə kimi çinlilər zongwu. Yəni bizdə zongwu gün orta deyilir. Gün ortadan sonraya çinlilər xiawu. Yəni gün ortadan sonra saat 14-dən hava qaralana kimi. Yəni sonra hava qaralandan yəni gecəyə, axşama çinlilər vanşan deyirlər. Yəni hava qaralandan səhər saat yəni gün çıxana kimi. Və bir söz də var ki, gecə yarısına çinlilər vuye. Yəni 12-dən səhər saatına kimi vuye deyilir. Amma yəni bunu vuye əvəzinə vanşan da demək olar. İndi isə yeməkləri keçmək istəyirəm. Yeməklər necə deyilir? Yəni, məsələn, başlayaq səhər yeməyindən. Səhər yeməyi zavfan. Yəni, burada zavşan dediyimiz həmin, yəni burada zav sözü erkən deməkdir. Erkən sözündən götürülüb. Yəni, səhər yeməyi. Daha sonra gün orta yeməyini necə deyirlər? Gün orta yeməyini çinlilər iki cür deyir. Birincisi zongfan və wufan. Bunun hər ikisi gün orta yeməyini deyilir. Daha sonra axşam yeməyinə, yəni nahara çinlilər vanfan deyirlər. Və bu saatların günləri, yəni səhər, gün orta, axşam öyrəndikdən sonra saatlardan sonra hamı bildiyinə görə AM və PM var və çinlilər də bunları AM-ə shangwu, PM-ə isə xiawu deyilir. Və bu yeməkləri də öyrəndikdən sonra və günlərə keçmək istəyirəm. Yəni, gün Çin dilində tian deyilir. Yəni, bugün demək istəyəndə bugün. Jintian. Sabah necə deyilir? Mingtian. Daha sonra dünən necə deyilir? Zuotian. Dünəndən əvvəlki gün, yəni bir gün necə deyilir? Qiantian. 2 gün əvvələ, yəni daqiantian. Daha sonra sırağa günə, yəni sabahdan sonraki günə necə deyilir? Hotian deyilir. 2 gün sonraya, bir gün sonra, 2 gün sonraya dahotian deyilir. Və onu da nəzərdə çatdırmaq istəyirəm ki, Çinlilərdə zaman, yəni
saat, səhər, günorta, axşam, eləcə də il, ay, gün bu kimi zaman sözləri cümlənin əvvəlində və ya şəxsdən sonra işlədilir. Və mən bunları cümlələr üzərində işlətmək istəyirəm. Məsələn, birinci cümləyə baxaq. Birinci cümləmiz belədir. 今天我和我的朋友一起去房间吃晚饭。yeniden dinleyeyim. 今天我和我的朋友一起去房间吃晚饭。Cümləmiz belədir və bunları indi sözbəsöz öyrənək. Burada gördünüz ki, zaman cümlənin əvvəlində gəldi. Yəni zamanı məsələn ingilislərdə zaman cümlənin sonunda gəlir, amma bu Çin dilində olmaz. Yəni cümlənin quruluşunda zaman əvvəldə işlənilməlidir. 今天 bugün, wo keçən dərslərimizdən bildiyimizə görə mən. Burada wo的朋友. Burada wo的朋友dosta deyirlər. Yəni wo的朋友mənim dostum. Burada d şəkilçisi yiyəlik əvəzliyi kimi işlənir. Yəni mənim dostum. wo的朋友. Yəni wo的朋友deyəndə mən və mənim dostum. Mən dostum ilə belə gedir. Yəni bu x sözünün də bir neçə mənası var. İlk mənası və mənasını bildirir. Daha sonra ilə, məsələn sənin ilə belə bir məna verir. Daha sonra wo的朋友一起. Burada 一起birlikdə deməkdir. Yəni dostumla birlikdə. Çü getmək feilidir. Yəni biz getmək feili. Çü getmək. Fan deyən restorana deyirlər. Çı van fan. Van fan bildik ki nahar yeməyinə deyirlər. Çı yemək. Yəni nahar yeməyə gedir. Yəni cümləni bir də dinləyək. 今天我和我的朋友一起去房间吃晚饭. Belədir. Daha sonra bir cümləyə də baxaq. Belə götürək. 我们明天下午去市场买东西. 我们明天下午去市场买东西. Yəni burada da zaman sözlüyünün şəxsin sonunda işləndiyini görürük. Yəni bu cürdə işlətmək olar. Yəni bunu da sözbəsöz öyrənək. Birinci sözümüz woman. Burada woman biz deməkdir. Yəni biz keçən dərslərimizdə öyrəndik ki, əvəzliklərdə mən, sən, o, wo, ni, ta və bu həmin əvəzlərin sonuna mın sonluğu artırdıqda cəmliyi bildirir. Yəni biz, siz, onlar belə mənalı verir. O bu bölməyə inşallah gələn dərslərimizdə keçəcəyik. Amma burada woman mənası biz deməkdir. 明天下午 明天sabah 下午 günortadan sonra去öyrəndik ki, getmək feili. Şiçang bazara deyərlər. Bazara. May dongxi. Burada may almaq. Dongxi əşya kimi gedir. Yəni əşya, nəsə paltar da ola bilər. Daha sonra hər bir gördüyümüz əşyaların hamısına dongxi deyilir. Dongxi deyilir. Və bu cümləyə bir də baxaq. 我们明天下午去市场买东西. 我们明天下午去市场买东西. Biz sabah günortadan sonra bazara alış-verişə gedəcəyik. Belə məna verir. Və bugünkü dərsimizdə bura qədər. Çox sağ olun əziz izləyicilər. Diqqətinizə təşəkkür edirəm. Əgər suallarınız varsa aşağıda kommentə yaza bilərsiniz. Aşağıda gördüyünüz e-maillə yaza bilərsiniz. Bu qədər. Hələlik. 再见.